Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rəbbimizə şükürlər olsun. Uca Allahın salamı, salavatı, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, onun əhli beyti, əshabların üzərinə olsun. Dəyərli bacılarım, qardaşlarım, bu neçə sifəti olan gizli təkfirçi, xavariclərinə oturub, xavaric kimi danışan, təkfirçinə oturub, təkfir kimi danışan, normal qardaşları xavariclərlə bir yerdə yığan, hamımız qardaşlıq, birləşməli ideyasını ölkəmizdə yayıb, təkfirçilik, xavaricili gücləndirən Əlxan Musayev yenə iş başındadır. Yenə Bakıda, orada, nə bilim, xüsusi kafelərdə, xüsusi restoranlarda yığır insanları başına. Bəzən də gedir məscidlərin ətrafında kitab və ya jurnal paylayır, özünə qarşı simpatiya yaratsın. Çünki insanların çoxu onu tərk ediblər. Hətta hizbiçilər belə onu tərk ediblər. Hər kəs tərk edib onu. Və Mədinə tələbələrinin də arxasında, Mədinə tələbələrdən ətrafında qalan yoxdur, öz xalası olundan başqa. Hamısı tərk edib, bu insan şərdir. Çünki ixvanla oturanda ixvan kimi danışır, sufi ilə sufi kimi, təkfirçi ilə təkfirçi kimi, xavaric ilə xavaric kimi insanları azdırır, insanlara yeni model yayır bu dəqiqə Azərbaycanda təkfirçiliyi gücləndirmək üçün. Hamımız bir olmalıyıq, birləşməliyik. Nəyə lazımdır xavaric sözünü deyirsə, təkfir sözünü deyirsə, hamımız qardaşıq. Və bu adına təkfirçilən xavaricləri yığır bir yerə, qardaşlarla, normal insanları bir yerə yığır, təkfirçiliyi gücləndirir. Yenidən bu iş başında diqqətli olun, uzaq durun bundan. Həqiqətən də bu minlərlə insanın ölümünə səbəb oldu Suriyada gizli fətvaları ilə, sonra ortaya çıxdı, sonra onu fırlamağa çalışdı, sonra yenidən etiraf elədi üzərindən 5 il 6 il keçəndən sonra. Yenidən indi cəmaatı yığır, kafedə, restoranda, xüsusi otaqlarda və əsasən də ki, təkfirçilər, xavariclər yenə də fəallaşmaya başlayıb ölkəmizdə. Çünki bu insan nə qədər ölkəmizdə təbliğatdadırsa, o qədər xavariclik, təkfirçilik, işitçilik və dövlət əleyhinə nifrətlə yetişən gənclərimizin sayı artacaq. Allah belələrin şərrindən qorusun ölkəmizi, xalqımızı. Dua eləyin, belə şərbaz insanlarla neçə sifətlə yaxınlaşan, insanları təkfirçiyə yönləndirən, xavariciyə yönləndirən, gənclər arasında 2 başlı, 3 başlı dəvətlə insanın arasında nifrətə yayan, insanları dövlət əleyhinə nifrət aşılayaraq yetişdirən gənclərin formalaşmasında dəstəyi olan və bu da baş rolda olan Əlxan Musayevin fitnəsindən Allah xalqımızı qorusun. Dua eləyin. Əlimizdən nə gəlir? Ancaq Allaha dua eləmək ki, Allah bunu belə dəvətçiləri şərrindən qorusun, xalqımız, ölkəmizi. Yenidən iş başındadır. Diqqətli olun, evladlarınızı belə 200'lü, 77 sifət, şərbaz, üzdə başqa şey, gizlində başqa şey, xavariclərlə xavaric, təkfirçilə təkfirçi, hamımız qardaşı bir yerə yığır, xavaric təkfirçi ilə, düşün səni kafir görənlərlə normal insanları. Allah bunun şərrindən qorusun. Mən demişəm, həmişə deyirəm, bu nə qədər dəvətdədirsə, ölkəmizdə heç zaman təkfirçi, xavaricdir və din adı altında dövlətə, hakimiyyətə, dövlət başçısına nifrətlə yetişən dindar gənclik toplumu azalmayacaq, daha da çoxalacaq. Çünki bu şərbaz dəvətdədir. Dua eləyin. Allah təala bunun şərrindən xalqımızı, ölkəmizi qorusun. Amin. Bir məsələni də qeyd edim ki, bu Əlxan Musayevin yeni fitnəsi nədir? Əhli fətra məsələsini atıb ortaya. Əhli fətra kimlərdir? Yəni onlara Peyğəmbər gəlməyib. Onlar axirətdə imtihan olunacaq. İtaət etsələr cənnət, itaət etməsələr cəhənnəm əhlidir. Dünyada hökmləri kafirdir. Bu Dəccal neçə sifətli, güya zahirən təkfirçilərə rəddiyə verir. Əslində isə Azərbaycan xalqı və bölgə deyir orada. Bölgə yəni keçmiş Sovet Respublikaları və s. Onları deyir ki, əhli fətra adlandırır. Yəni dolayısıyla onlar əhli fətra adlandırır. Yəni bu din hökmləri nədir? Kafirdir. Ümumiyyətlə, əhli fətra onlara Peyğəmbər gəlməyənə deyilir. Amma Azərbaycan xalqı, digər xalqlar, hansı ki onlar müsəlmandır, şəhadət kəlməsini gətirdilər, onlara əhli fətra demək olmaz. Müsəlmana əhli fətra deyib onları təkfir eləyən xavariclərdir, təkfirçilərdir və Əlxan Musayev də bu fitnəni, bu şübhəni yenidən atıb ortaya. Zahirən güya təkfirçiyə rəddiyə verir. Əslində isə müsəlmanlara əhli fətra deməklə Azərbaycan xalqını yenidən təkfir fitnəsini ortaya atır. Çünki bunun gizli başqa bir nəfərə göndərən səsi də var idi ki, Azərbaycan xalqı əhli fətradır deyə. Ona görə də bu insan indi şərbaz yeni bir üslub seçib, güya zahirən təkfirçiyə rəddiyə verir, amma əslində xavaricləri daha da qızışdırır, təkfirçiləri dəstəkləyir
və bu yeni bir fitnədir ölkəmizdə. Allah bunun şərrindən qorusun. Yəni bunun dərdi odur ki, Azərbaycan ölkəmizdə təkfirçilik, xavariclərin ideyası güclənsin və bu hərəkət güclənsin. Allah bunun şərrindən qorusun xalqımızı, gənclərimizi. Amin deyin. İnşallah yaxın saatlarda, günlərdə elm əhli bu Əhl-i Fətra şübhəsində Əlxan Musayevin rəddiyələr verəcəklər və hər kəs aydın olacaq ki, bu şər fitnə yenidən ölkəmizdə təkfirçilər və xavariclərin ideyasını, təkfir fitnəsini yayır. Allah bunun şərrindən qorusun. Amin.